Qanda xolesterini təbii olaraq necə aşağı sala bilərik? Bunları sıralama eləsək, ilk sırada həyat tərzi dəyişikliyi gəlir. Bu nədir? Daha çox qidalanmamızın düzənlənməsi, xüsusilə trans yağlardan uzaq durmaq, şəkərli yiyəcəklərdən uzaq durmaq və qızartılmış yiyəcəklərdən uzaq durmaq və qida rasionumuza daha çox lifli qidaları əlavə eləməkdir. Bir sonraki mərhələdə isə idmandır. İdman gündə 30 dəqiqə yürüyüş eləmək qanda pis xolesterin dediyimiz LDL-ni aşağı salır, yaxşı xolesterin dediyimiz HDL-ni isə yüksəldir. Omega 3 yağlarının istifadəsi, omega 3 daha çox xolesterin mübadiləsində istifadə kömək edir. Omega 3-ü hardan ala bilərik? Daha çox balıqlardan, qozdan və kətan toxumu istifadə edə bilərik. Bir sonraki addım isə D vitamini optimal səviyyədə saxlamaqdır. D vitamini qandakı xolesterin mübadiləsində çox önəmli rola malikdir.